azalır bir yerdən sonra. Doktor, bizdə paranoya ilə aqressiya göstərənlər var. Bəli. Yəni paranoya qapılıb aqressivlik göstərə bilənlər var. Bəs belə halda necə davranmalı? Paranoya məsələsi ayrı bir başlıqdır bu. Paranoya məsələsi. Çünki psixotik vəziyyətlər deyirik biz. Yəni insan nevroz nə üçün biraz açıqlıq gətirib nə demək istəyirəm? Bəzən kollektivlərdə olur. İnsan aqressivdir və onun nəsə müəyyən paranoyaları var. Elə bilir ki, kimsə onun arxasınca danışır və ya da ki, kimsə onun ayağının altını qazır deyib paranoyaya girib aqressivləşən insanlar var. Məsəl üçün görürsən ki, filan kəsə pis rəftar eləyir. Nədir səbəbini soruşursan ki, o adamla nə alıb verə biləcəyini verə bilmirsən. Ha, o mənim məsəl üçün ayağımın altını qazır. Amma hardan bilirsən? Mən bunu hiss edirəm. İnancı var, güclü bir inancı var və qaynağı da özüdür yəni. Bəli. Və belə insanlara həm onlara nə məsləhət görərsən, həm belə məruz qalanlara nə məsləhət burada yenə paranoya məsələsi çox önəmli bir məsələdir. Bizim cəmiyyətdə də təəssüf ki, biz paranoya çox meylliyik. Kifayət qədər buna bir meyl var. Bunun da müxtəlif səbəbləri var. Paranoya ümumiyyətlə ayrı bir başlıqdır, amma ümumi bir mənzərə çəksək ki, məsələn şizofreniya, bipolyar pozuntunun manik epizodu və yaxud da ki, Alzheimer xəstəliyi başda olmaq üzrə demansları düşünə bilərik ki, burada konkret biolojik bir psixotik vəziyyət var. Məsələn, qaynana 60 yaşından sonra başlayır ki, mənim qızıllarımı gəlinim oğurlayır. Və yaxud da deyir ki, məni zəhərlisiz dərmanlarını içmir. Əgər ailədə məni ac saxlayırlar deyənlər də olur. Bəli, qonşulara və yaxud da ki, qohumlara deyir ki, gəlinim məni döyür. Məsələn, burada əgər bir dənə insan ən azından bunu sorğulamırsa, burada bir həkimə müraciətə bir yönəldilmirsə, ailə faciələrlə nəticələnir. Xüsusilə yaşlı insanların bəyanları ciddi sorğulanmalıdır. Və yaxud da ki, 18-20'li yaşların başlanğıcında psixotik şizofreniya və bənzər psixotik xəstəliklərin yaranma başlama yaşlarıdır. Həmin vaxtlarda get-gedə paranoidləşməklə başlayan, kəskin psixotik əlamətlərlə özünü biruzə verən əlamətlər olur. Bir inancınız var, bu inancınızın qaynağı yoxdur və siz bundan əminsiniz və ona görə davranırsınız. Bir səs eşidir, o səsin olduğundan əmindir, 100% bu səs var. İlahi bir səs ola bilər, başqa bir səs ola bilər və yaxud da ki, birinin gözündən mesaj almış ola bilər və buna görə davranır. Paranoya bunun biraz normallaşdırılmış versiyasıdır. Bir paranoid şəxsiyyətlər var, bir də paranoid tendans dediyimiz bir şey var. Məsələn, narsistik şəxsiyyətlərin çoxsu, borderline şəxsiyyət strukturu olan insanların çoxsu paranoyaya meyillidir. Amma hər zaman paranoid deyil bir insandır. Nə zaman ki özünə, şəxsiyyətinə, işinə, gücünə bir təhdid hiss edir, təhdid anında paranoidləşir. Hamı işinə bir təhdid hiss eləyəndə, gücünə bir təhdid hiss eləyəndə, məsələn həyat yoldaşını qısqanırsa, təhlükə hiss edirsə, əvvəlcə onu biraz araşdırar, məlumat toplayar, qaynaqlarını çeşidləndirər. Həmən aqressivləşməz. Ondan sonra qərar verir. Amma bəzi insanlarda bu qabıq o qədər zəifdir ki, adi bir toxunuş o paranoyanı ortaya çıxardır. Məsələn, bu insanların psixoterapiyasında uzun müddət çəkir bu terapiyalar dediyimiz kimi, o qabığın biraz möhkəmləndirilməsi hədəflənir. Hər şeyi öz şəxsiyyətinə, öz ailəsinə, öz işinə bir təhdid olaraq algılamaması öyrənilir. Əlbəttə, burada ciddi vəziyyətlərdə antipsixotik dediyimiz bir dərman qrupundan istifadə olunur ki, o nəhayətində bir paranoid düşüncəyə meylləndirən beyin mərkəzləri var, orada tarazlıq pozulur. Şizofreniya bunun daha biolojik olan versiyasıdır ki, dərman müalicəsindən paranoyasına ciddi azalma olur. Paranoya görürsünüz ki, 2 həftəlik, 3 həftəlik dərman müalicəsindən aşağı dozda müalicədən sonra belə iş mühitində, ailə mühitində çox ciddi yaxşılaşmalar olur. Psixoterapiya öz yerinə davam edə bilər. Amma dərman müalicəsində biolojik tərəfində